4-cü Uşaq Kitab Festivalı bu dəfə də oxucuları bir yerə topladı. Yaşından, cinsindən, maraq dairəsindən asılı olmayaraq burada hər kəs kitab axtarışındadır. Stendlərdə bütün yaş kateqoriyaları üçün nəzərdə tutulan müxtəlif dillərdə kitablar təqdim olunur. Artıq 4-cü festivalımızı keçiririk. Uşaq Kitab Festivalı tematik günlərdən də ibarətdir. Düşünürəm ki, əyləncəli ortamda uşaqların kitablarla bu cür maraqlı və rəngarəng ortamda görüşməsi onlara kitabları daha da çox sevdirəcək və xoş xatirələr toplayacaq. Festivalda 30-dan çox nəşriyyat təmsil olunur. Oxuculara endirimlər də təklif edilir. Bəzi nəşrləri hətta 90% endirimlə əldə etmək mümkündür. 15-16 yaşa qədər kitablardır. Tələbat isə təbii ki, illüstrasiyalı kitablarıdır. Uşaqlar üçün maraqlı, əyləncəli kitablardır. 4-12 yaş arasında kitablar daha çox satılır. Bir də belədir ki, uşaqlar özünün oxuma qabiliyyətinə görə seçirlər və mən təşəkkür edirəm valideynlərə bu fürsəti uşaqlara verir. Özlərinə çoxunun seçimi buraxırlar ki, özləri seçsin. Kitab bayramında uşaqların maraqlı vaxt keçirməsi üçün müxtəlif əyləncəli güşələr də yaradılıb. İntellektual oyunlar, ustad dərsləri, əyləncəli müsabiqələr təşkil edilir. Balaca oxucular müəlliflərlə də görüşürlər. Maraqlıdır, bəs uşaqlar hansı janrda olan kitablara daha çox üstünlük verirlər? Ən çox informativ mətnləri xoşlayıram. Bu cəbəmin səbəbi odur ki, test kitabları alacaq özüm üçün yayda işləməyə. Sonra bədii mətnləri də xoşlayıram. Mən bu kitabı alacağım çünki mən Kubi və dostlarını çox sevirəm. Və mən kosmosu yedən qatarları da almışam. Bu kitab mənim həyalımdakı kitabdır. Mənim ən sevdiyim kitab növləri tarixi və maraqlı kitablardır. Mən bu gün bura gəldim kitab almaq üçün. Çox gözəl kitablar var burada. Yəni ən sevdiyim kitablar belə futbol kitablarıdır, yəni nağıl kitabları. Mən də bu gün belə bir kitab aldım. Bəli, çox gözəl kitabdır. Yəni mən bunu həmişə axşam yatanda oxuyacağam. Yəni ona görə hamıya deyirəm ki, yəni bura gəlsin, çoxlu kitablar alsın. Mən bir dənə qırmızı papaq ondan almışam. O kitabı da hər gün oxuyuram mən. Ən sevdiyim festivaldır. Festivalın hər günü ayrı-ayrı tematik mövzulara həsr olunur. Məsələn, milli geyimlər, peşələr günü, mənim nağıl qəhrəmanım və digər günlərdə mövzuya uyğun görüşlər keçirilir. Səhnəciklər nümayiş etdirilir. Gülarə Quliyeva, Vahab İmanzadə, Ramilə Soltanova, Mədəniyyət xəbərləri.